Amerikanın geri çəkilmək lüksü yoxdur. Bəli. Nə İranın geri çəkilmək lüksü yoxdur. Amerika Birləşmiş Ştatlarının prezidenti 2 gün, 3 gün bundan öncə dedi ki, 6 aprelə qədər əgər İran bizim şərtlərimizi yerinə yetirməsə, Hörmüz boğazını açmasa, nüvə proqramını bloklamasa filan, yəni şərtləri bilirsiniz. Biz onun bütün enerji obyektlərinə zərbə vuracağıq, altın üstünə çevirəcəyik. Xark adasını sıradan çıxardacağıq, bilirsiniz o ən böyük terminaldır. Sizcə 5 gün sonra bu tələbləri yerinə yetirəcəkmi İran? Dünən artıq Donald Trump çox təhlükəli təzə bir bəyanat verdi. 2-ci gündən 3-cü günə keçən gecə. Gün çox diqqətlə mən onu öyrənməyə çalışdım. Donald Trump deyir ki, biz İranda rejimi dəyişmək kimi bir plan qoymamışdıq qarşımıza. Bu bizim işimiz deyil. Halbuki əvvəl bunu demirdi. Halbuki əvvəl bunu deyirdi. Xalqı çağırırdı ki, çıxın küçələrə, rejimi dəyişin. Deyir ki, Hörmüz boğazının açılıb açılmaması da bizim dərdimiz deyil. Onu Fransa kimi ölkələr gəlsinlər özləri açsınlar. Sizə neft lazımdırsa Amerikadan alın deyir. Yəni bu geri çəkilmədimi Amerika liderinin çıxışlarında? İndi fikrimi toparlayıb sizə söyləyəcəm. Yəni sonra deyir ki, bu ümumiyyətlə bizim müharibə deyil. Biz əsas İranın o hərbi obyektlərinə zərbə vurduq. Nüvə məsələlərini ortadan çıxartdıq. Hər zaman Donald Trump belə söyləyir, qələbə çaldıq filan. Bizim 2 gün zamanımız var deyir, 2 həftə. Bu 2 həftə içərisində İran sövdələşməyə gəlməlidir. Gəlməsə, indi baxın, Amerika Birləşmiş Ştatlarına İspaniya öz hava məkanından istifadə etməyə qadağa qoydu. Bəli. Halbuki Amerikanın yaxın şərqdə həyata keçirdiyi bütün hərbi əməliyyatlara dəstək Avropa dövlətlərinin ərazisindən verilir. Hərbi təyyarələrin havada yanacaqla təmin edilməsi, o bazalardan qalxır həmin o linerlər. Bəli. Amerika Birləşmiş Ştatlarının Avropa qitəsində 40 bazası var. Bu 40 bazanın hamısı yaxın şərqdəki əməliyyatda iştirak edirlər. Bunun arxasınca İtaliyanın baş naziri, müdafiə naziri Amerikanın Siciliya adasındakı bazalarından istifadəsinə yasaq qoydu. Və Amerika Birləşmiş Ştatlarla indi Avropanın aparıcı dövlətlərinin arasında bir çat yaranıbdır ki, bu uçurumlaşmağa doğru gedir. Bəli. Federativ Almanya, Fransa, İtaliya, Britaniya, İspaniya, bunlar hamısı artıq Donald Trump'a qarşı çevriliblər və cəbhəyə çevriliblər. Əlbəttə bir cəbhə yaradıblar və deyirlər ki, bizim ərazimizdən qalxan heç bir təyyarə filan anti-İran müstəvisində iştirak etməməlidir.